2020-ci ilin sentyabrına qədər Azərbaycan dövlətinə qarşı bir geosiyasi təzyiq silahı vardı. Qarabağın işğalı. Demokratiya və insan hüquqları, ədalətli seçki və media azadlığı tələbləri torpaqlarımızı işğalda saxlamaq, təbii sərvətlərimizi ələ keçirmək üçün siyasi deklarasiyalar kimi istifadə olunurdu. Xarici siyasətimizə, iqtisadi qərarlarımıza təsir göstərmək üçün dərhal atəşkəs rejimini pozurdular. Prezident İlham Əliyevin liderliyi ilə qazandığımız qələbə təkcə düşmən ordularını ərazilərimizdən çıxarmayıb, həm də Azərbaycana qarşı təzyiq silahlarını məhv edib. İndi hərbi meydanda məğlub olanlar informasiya məkanında ölkəmizə qarşı ikinci cəbhə açıblar. Xüsusilə də süni intellekt əsaslı fake və deepfake əməliyyatları gündəlik rejimdə aparılan hibrid savaşa çevrilib. Məqsəd, qələbəmizi 8 avqustda Ağ Evdə əldə olunan razılaşmaları, Ermənistanla imzalanacaq sülh müqaviləsini sarsıtmaq, yenidən xalqları düşmən eləmək, regionu sümürmək, eləcə də Böyük Orta Asiyanın bir parçasına çevrilən, yaxın şərqdə sülh yaradıcı qüvvə kimi çıxış eləyən, Rusiya-Ukrayna müharibəsindən və İranla qlobal gərginlikdən uğurla qorunan dövləti siyasi yolundan döndərmək istəyirlər. Prezidentin hərbi qələbəni sülh zəfərinə çevirməsi qlobal müharibə partiyasını narahat eləyir. Göründüyü kimi regionda sanksiya və embargolara məruz qalmayan tək ölkəyə son 100 ildəki kimi Ermənistan vasitəsilə təzyiq eləyə bilmirlər. Ona görə də dövlət başçısına qarşı aparılan böhtan və şər kampaniyası bir şəxsiyyət, lider əleyhinə deyil, dövlətimizi və qələbəmizi ləkələmək istəyənlərin planlarının tərkib hissəsidir. Müasir kommunikasiya əsrində süni zəka proqramları terror mediasının texnoloji silahıdır. Hücumlar şəxsi qisas deyil, Natali Loazo, Rafael Glucksmann kimi siyasi lobiçilərin və kəşfiyyat mərkəzlərinin birgə işidir. Lakin sosial media korporasiyaları, YouTube və digər platformalar hibrid müharibə cinayətlərinə görə hüquqi məsuliyyət daşıyırlar. Müstəqil dövlətlərin rəqəmsal suverenliyinə hücum silahlı müharibə ilə eyniməlilərdir. Diqqət eləyin, Avropa Birliyi Ermənistandan informasiya məkanını və rəqəmsal suverenliyini qorumaq üçün 15 milyon avro ayırır. Əlbəttə, öz pulları da etirazımız yoxdur. Lakin Brüssel administrasiyası ayaqlarına və beyinlərinə çip bağlanan, sosial simasını itirmiş ünsürlərin ölkəmizə qarşı informasiya hücumlarına biganə qalmamalıdır. Söyüş və təhqir azadlığı demokratiya deyil. Azərbaycanın məhkəmə orqanları antikonstitusyon çağırışlar yayan və milli dəyərləri gözdən salanlara qarşı hüquqi hökmlər çıxarıb, cinayətkarları Almaniya, Fransa və digər ölkələrdən geri istəyir. Biz Avropa Birliyinin hökumət və məhkəmə orqanlarının beynəlxalq konvensiyaların tələblərinə uyğun addım atmalarını gözləyirik. Mətbuat və söz azadlığı terrorçuları qorumaq üçün çətir ola bilməz. Müstəqil dövlətləri linç etməyi dayandırsınlar. Azərbaycan süni intellektin geosiyasi təzyiq silahına çevrilməsinə qarşı qanun qəbul eləyə, deepfake cinayət əməli kimi tövsif eləyə, xaricdən idarə olunan hibrid kampaniyaları milli təhlükəsizliyə təhdid kimi qiymətləndirə, o cümlədən Meta, X, TikTok və digər kampaniyalardan sil, blokla, izah ver mexanizmindən cavabdehlik istəyə bilər. Metadata, səs izi, piksel anomaliyası, hansı ki bu müasir dövr üçün yeni terminlərdir. Sosial medianın 7/24 monitoringi, bot şəbəkələr, koordinasiyalı hücumların xəritəsi, hələ yayılmamış kampaniyanın zərərsizləşdirməsi bizim üçün yeni texnoloji həllər ola bilər. Ona görə də parlament üzvləri beynəlxalq görüşlərdə sığınacaq verilən dövlətləri qaçqınlıq statusu haqqında 51-ci il konvensiyasının terrorçuları qorumaq üçün immunitet yaratmadığını vurğulaya bilər. Biz Milli Məclisdə yaradılan xarici müdaxilələrə və hibrid təhlükələrə qarşı komissiyanın fəaliyyətini təqdir edərək, onu genişləndirib Türk dövlətlərinin birlikdə informasiya suverenliyimizi qoruya bilərik.